mənasında. Yox, favorite yəni ən sevdiyim də, ən çox bəyəndiyim mənasındadır. Gentle, mülayim, sakit. Creature, canlı varlıq, məxluq, bəzən də heyvan mənasında işlədəcəyik. Sonra aşağıda yenə var. Environmental activists, ekoloji fəallar. Set up, qurmaq, yaratmaq. Generation, nəsil. Insecure, güvənsiz, etibarsız, təhlükəsiz olmayan. Yan bir dənə şeyin təkrar edirəm. Bəli. Başda oxumağa. Deyir ki, pandas are cute bears that live in the bamboo forest of China. Deyir ki, pandalar Çinin meşələrində yaşayan sevimli aylardır. Bəli. Baxın, fikir verin. Buradakı that bağlayıcıdan sonra, bağlayıcı sözdən sonra gələn hissə, həmin bax bu hissə ayılar sözünü təyin edir. Hansı ayılar? Bunu da fe'li sifət kimi tərcümə edəcəyik. Bambuk meşələrində yaşayan fe'li sifət şəklində tərcümə edəcəyik. Şirin ayılardır. Aha, davamını oxu. They are famous for their mən nasıl oxunur? Unique, nadir. Unique black and white fur. Deyir ki, onlar unikal qara və ağ fərzləri ilə məşhurdular. Bəli. These adorable bears love to eat bamboo. Sevimli ayılar bambuk yeməyi sevirlər. It's their favorite food and they eat a lot of bamboo every day. Deyir, bu onların sevimli yeməyidir. Hər gün bambuk yeyirlər. Pandas are gentle creatures and spend much of their time eating and resting on the trees. Pandalar mülayim. Pandalar mülayim varlıqlardır. Vaxtlarının çoxunu ağacda dincəlməklə keçirirlər. Yeyərək və dincələrək, araq-ərək kimi tərcümə edirik. Baxın, verb ing-nin participle one, fe'li sifət 1-in tərcümə qaydasına baxın. Ağacda dincələrək, yeyərək keçirirlər. Araq-ərək, Azərbaycan dilindəki həmin o fe'li bağlama, bu fe'li sifət 1 olacaqdır. Participle one, araq-ərək bu formada tərcümə edirik. But pandas are endangered, which means there are not many of them left in the wild. Deyir, amma pandalar təhlükə altındadırlar. Onların çoxu... Bu deməkdir ki, onların çox qalmıyor. Təbiətdə onlardan çox qalmıyor. Bəli. They need our help to protect their homes and keep them safe. Deyir, onların evlərinə qorumaq və təhlükəsizlik saxlamaq üçün bizim köməyimizə ehtiyacları var. Bəli.
They set up reserves and created safe. Cümləni ötürdü. Environmental activists Environmental activists work hard to help pandas and protect them. Ətraf mühit fəalları Ətraf mühit fəalları pandalara kömək etmək və onları qorumaq üçün çox əziyyət çalışırlar. They set up reserves and create safe space for pandas to live and grow. Onlar qorğular və pandaların yaşaması və böyüməsi üçün təhlükəsiz yerlər axtarırlar. Yaradırlar. Pandas are symbols of peace and harmony in China's culture. Pandalar Çin mədəniyyətində sülh simvoludur. Harmoniya simvoludur. Ahəngin simvoludur, bəli. People all around the world love these gentle giants and want to help them survive for generations to come. Bütün dünyada insanlar bu incə nəhəngləri sevir və gələcək nəsillər onların sağ qalmasına kömək etmək istəyirlər. Yox, gələcək nəsillər üçün onların sağ qalmasına kömək etmək istəyirlər. Gələcək nəsillər üçün bunların sağ qalmasını. İndi oxu görək birincini. What is the passage mainly about? Adı deyir Zebambu Forest. Əvvəla baxaq, mətn nə haqqında oldu? Bax, birinci cümləyə baxaq. Pandalar haqqında. Bəli. Çin bambuk meşələrində yaşayan sevimli heyvanlar. Bəli. İndi A. Oxu görək. Adı deyir Zebambu Forest of China. Bu düzdür da müəllim. Çinin bambuk meşələri. Nədən danışdı mətndə? Pandadan. Səhvdir, pandadan danışdı. Bambuk meşələrindən danışmadı. Əgər adını bir dəfə çəkibdirsə, o demək deyil ki, mətn onun haqqındadır. Bir ifadə bir dəfə çəkilibdirsə adı mətndə, mətn həmin o ifadə haqqında ola bilməz. Görsən, meşə sözünü bir dəfə yerdə deyibdir. Mətn onun haqqında ola bilməz. Aha. Daha sonra B'de deyir one of the endangered animals. Endangered animals. Nəsli kəsilməkdə olan heyvanlardan biri. Bunun haqqında da vermədi. Niyə? Nəsli kəsilməkdə olan heyvandır da. Bax, görün mü? Bəli. Dediyinə görə, burada biri də pandadır. Aha, C'ni oxu görək. Daha sonra C'də pandas unique black and white fur. Aha. Bu da ki, mətndə. Həz bir dəfə deyibdir. Həzdə, mətndə xəzin adı, xəz sözü bir dəfə işlənibdir. Mətn demək onun haqqında ola bilməz. Aha, D'yə bax. Daha sonra D'də the favorite food of pandas. Deyir pandaların sevimli yeməyi. Bu da bir dəfə keçibdir. Bəli, bir dəfə dedi. Görürsən, bax bir dəfə dedi. Bu da bambuk. Gördün mü? Bir dəfə bir cümlədə adını çəkdi. Onun haqqında ola bilməz. Daha sonra E bədində də little animals around the world.
Little nə? Az heyvanda, dünyada az tapılır Little. sayı. Yo. Little özündən sonra sayılan isim gəlibdisə, balaca mənasındadır. Sayılmayan olsaydı az olardı. Balaca heyvanlardır. Yox, xeyr, belə bir şey demədi axı. Görürsən, giants dedi, nəhənglər dedi. Balaca deyil. Bəli. Bəli, onda B variantıdır. One of the endangered animals. Aha. İndi Hüseyin, içini təhlil elə görək. Hüseyin, ikinci sual. Hüseyin səsi gəlmiş. Bəlkə sən davam edək. 2-də deyir ki, müəllim, according to the passage, which of the following is false? Səhvi soruşur bizdən, səhv olsun. Aha, Bir anı dəqiqə müəllim. Bir dəqiqə əlimdə çıxdı, bir dəqiqə. Mənim səsim gəlir. Bir dəqiqə hə müəllim, səhv soruşur. Aha. Deyim müəllim. Üçü sən Mənim oxuyarsan. səsim gəlir. Üçü sən oxuyarsan. Xədicə başladı artıq. Hə, oxu görün Xədicə. Deyir ki, müəllim, A bəndində deyir ki, environmental activities do their best to help pandas. Deyir, ətraf mühit fəalları pandalara kömək etmək üçün əllərindən gələni edirlər. Bu düzdür da müəllim. Bəli, düzdür. Bizdən səhv istəyir. Daha sonra B'də deyir pandas have black and white fur. Deyir ki, pandaların ağ və qara xəzləri var. Bu da düzdür. Bəli, bizdən səhv istəyir. C variantında deyir pandas spend much of their time eating and relaxing. Deyir pandalar vaxtlarının çox hissəsini yemək və istirahət etməklə keçirirlər. Bu da düzdür. O keçmişdi mətndə. D'də deyir pandas are not in danger and do not need our help. Deyir pandalar təhlükədə deyil və bizim köməyimizə ehtiyac duymurlar. Bu səhvdir. Çünki dedi ki mətndə təhlükədədirlər və bizim köməyimizə ehtiyac duyurlar. Aha, indi eyni dokun. Daha sonra E'də deyir pandas live in the bamboo woods of China. Deyir ki pandalar Çinin pamuk meşələrində yaşayır. Bu da düzdür. D variantı. Wood sözünü bilirik ki, sayılan olduqda meşə sözünə bərabərdir. Yəni meşə deməkdir. Sayılan sözlərdə meşələrdə. Yəni bambuk meşələrində yaşayırlar. Hüseyin, 3-ü təhlil elə. Üçü müəllim. Bəli. Choose the correct answer to the question according to the passage. Deyir, why are pandas endangered? Pandalar niyə təhlükə altındadır? Adı deyir, because they have unique black and white fur. Onlar nadir qara və ağ dəriyə sahibdir. Bu səhvdir. Yəni belə ağ və qara xəzə sahibdirlər. Amma yəni, sualın cavabı o deyil ki, yəni bu xəzə görə onlar nəsli kəsilməkdədir. Yəni belə bu sualın cavabı deyil. Cümlə olaraq düzdür. Amma sualın cavabı bu deyil. Aha. Because there are a few of them. Onların sayı çox azdır. Bu düzdür müəllim. Bəli, bəli. Digərlərini oxuyun. Deyir, because people all around the world love them. Çünki bütün insanlar, dünyada bütün insanlar onları sevirlər. Sevmələri onların nəslinin kəsilməsinə səbəb deyil axı. Bəli, müəllim. Deyir, because they are only found in China. Onlar sadəcə Çində tapılırlar. Bu da səbəb deyil. Aha. Deyir, because they are fond of eating bamboo. Onlar fond deyil müəllim. To be fond of sevmək, xoşlamaq deməkdir. Like-ın sinonimi. Onlar bambu yeməyi xoşlayırlar. Bu da müəllim əlaqəsizdir. Səbəb deyil. Aha, 4-ü deyil. Dördə deyir, according to the passage, doğruları bizdən seçin deyib. Bəli, dördə birə deyib, panda is a kind of bear. Panda ayılan bir növüdür. Bu düzdür. İkidə deyib, pandas love to have bamboo.
And it is their favorite food. Pandalar bambuları sevirlər və bu onların sevimli yeməyidir. Bu düzdür. Üstəlik pandalar are aggressive creatures. Pandalar aggressiv canlılardır. Bu səhvdir. Hayır, gentle creature. Mehriban. But the activists make insecure speech for pandas. Insecure təhlükəsiz olmayan, yəni bərabərdə dangerous deməlidir də, Bəli. təhlükəli. Təhlükəli Bu da yerlər. səhvdir müəllim. Cavab 1-2-dir. Bəli, safe places, safe spaces. Təhlükəsiz yerlər. Aha. Xədicə 5-i oxu. Yan variant olaraq qeyd eləmədim. 1, 2, 12, 4-də A variantı. Aha, 5-i oxu. Dəqiqə mən. Xədicə. Dəqiqə. Tapdım bir dəqiqə. 5-də deyir, complete the sentence according to the passage. Hissəyə uyğun tamamlayın. Mətnə əsasən tanıyın. Aha. Pandas are symbols of peace and harmony at China's culture and people around the world. Deyir ki, pandalar Çin mədəniyyətində və bütün dünyada sülh və harmoniya simvoludur. Aha. Birinizdə deyir ki, are scared of these gentle giants. Bu zərif nəhənglərdən qorxurlar. Düz deyil. Bəli, səhvdir. İkincə deyir, love these kind giants. Deyir ki, bu cür nəhəngləri sevin. Sevirlər. Düzdür, bəli. Üçüncüdə deyir ki, are eager to help them survive. Deyir, onların sağ qalmasına kömək etməyə can atırlar. Bu düzdür, bu da düzdür. 4-də deyir ki, believe pandas are dangerous. Pandaların təhlükəli olduğuna inanmaq. İnanırlar. Bu da səhv. Pandalar təhlükəli deyil. Olacaq cavabımız 2. 2-3. Mən short text-i oxuyaq, yoxsa? Oxuyaq. Oxuyum. Oxu. Deyir ki, dear members of the chess club, we invite you to our weekly chess sessions. Deyir ki, hörmətli şahmat chess şahmat idi, müəllimə. Şahmat klubunun, bəli, şahmat klubunun üzvləri. Hörmətli şahmat klubunun üzvləri, sizi həftəlik şahmat seanslarımıza dəvət edirik. Aha. It's not about being a grandmaster, but about enjoying the game. Söhbət grossmeister olmaqdan yox, oyundan həzz almaqdan gedir. Şahmat ustası olmaqdan getmir. Oyundan həzz almaqdan gedir. Only upper level players are allowed. Deyir ki, yalnız yuxarı səviyyəli oyunçulara icazə verilir. Aha. Join us every Saturday at 2 p.m. for some strategic fun. Deyir, strateji və əyləncəli üçün hər şənbə 14:00-da bizə qoşulun. Best regards, Mr. Jones. Deyir ki, hörmətlə cənab Jones. Aha, indi oxuyaq belə. Deyir ki, choose the correct variant. Düzgün variantı seçin. The chess sessions will continue until midnight. Deyir, şahmat seansları gecə yarısına qədər davam edəcək.
səhv də müəllim bu elə bir söz demədi axı. Belə deyir, only expert players are encouraged to attend. Deyir, yalnız təcrübəli oyunçular iştirak etməsi tövsiyə olunur. Bu düzdür. Yalnız C'də deyir, the club organizes tournaments every month. Deyir ki, klub hər ay turnirlər təşkil edir. Ay demədi. Görsən weekly, həftəlik dedi. Həftə dedi, bəli, ay demədi. D'də deyir ki, beginners are especially encouraged to join. Deyir, başlayanlar xüsusilə həvəsləndirilir. Bəli. Dəstəklənir, cəsarətlendirilir qoşulmağa. Kimlər qoşula bilirdi? Üst səviyyəli insanlar. Bəli, beginners olmaz, yeni başlayanlar olmaz. Evdə deyir, any member of school can participate in the chess club. Deyir, şahmat dərnəyində məktəbin istənilən üzvü iştirak edə bilər. Səhv də müəllim dedi ki, üst səviyyə insanlar qoşula bilər ancaq. Cavab olacaq, B variantı. Oxuyun yetim, yoxsa? Yetin oxu müəllim. Oxu. Yaxşı müəllim. Yetdim. Hi Alex, thank you for choosing Taste of Italy last night. Salam Alex. Keçən axşam taste nə idi müəllim? Dad, ləzzət. İtalyan ləzzəti. İtaliyanın ləzzətini seçdiyin üçün təşəkkür edirik. If there's anything specific about your visit that you'd like to share, please feel free to do so. Deyir, əgər There is anything specific about your visit that əgər deyir, sənin bura gəlişinlə, səfərinlə bağlı nəsə xüsusi bir şey varsa, o da nədir? That you share. Aha. To share, please feel free to do so. Would like to share. Bölüşmək, paylaşmaq deməkdir. And please feel free to do so. Və bunu deyib paylaş. Və sən bunu etməkdə azadsan. We're always looking for ways to improve. Deyir, biz həmişə vacib Waitman nə idi? Yollar, inkişaf etməyin, yollarını axtarır həmişə. Yəni gəlibdir, bu baş çəkir. Həmin o restorana gəlibdir. Yəni bu thank you for choosing Taste of Italy. Restoranın adıdır. Yəni sən deyir, bu restoranı seçdiyinə görə sənə təşəkkür edirik. Əgər nəsə sənin gəlişinlə bağlı spesifik, xüsusi bir deyəcəyin, qeyd edəcəyin nəsə varsa, you'd like to share, bölüşə bilərsən. Please, zəhmət olmasa. Sən yəni bunu deməkdə azadsan. Nəsə bir fikrin varsa, təklifin varsa, yəni bu gəlişinlə bağlı nəsə bir şey varsa deyə bilərsən. Biz həmişə yaxşı xidmət göstərməyi, yəni özümüzü inkişaf etdirməyi yollarını axtarırıq. Yəni nəsə bir ağlında qalan mənfi bir şey varsa, onu istədik, biz onun üzərində istəyək, o mənada deyil bunu. From Sofiyadan. Sofiya yazıbdır, Alexa. Sofiyadan. Oxu görək var. Adı deyir, Sofiya had a delightful dinner at Taste of Italy last night. Keçən axşam İtalyan ləzzətində delightful dinner. Sofiya dadlı nahar elədi. Aha, kim edibdir? Sofiya. Sofiya etmişdir naharı. Alex etmişdi, ona görə bu səhvdir. Bəli. Şəxslərə xüsusi fikir vermək lazımdır. Bəli. Bax, kitab olunub. Belə Alex Alex is considering trying out Taste of Italy for the first time. Bax, considering nə idi? Kitab etmək, düşünmək. Bəli, Alex first time. İlk vaxtda İtaliyanın ləzzətini
Yenə test etdi. Think sözünə də fikirləşməyə bərabərdir də. Deyir ki, ilk dəfə bu İtalyan ləzzətini try out, yəni yoxlamaq, dadına baxmaq, dadmaq mənasında. Dadmağı fikirləşir. Elədir. Mən bu da səhvdir. Belə bir məlumat yoxdur axı. İlk dəfə dadır. Elə bir məlumatımız yoxdur. For the first time. Bilmirik. Dedi Sofia expresses her gratitude to Alex for his selection. Sofia Alex'e onun seçdiyinə görə Aha. Məmnuniyyətini ifadə edir. Gratitude. məmnuniyyətini bildirdi. Bu düzdür. Məşğullar bundan bəhs olunurdu. Aha. Digərlərini oxu. Dedi Alex encourages Sofia to share her thoughts about the restaurant. Alex Sofia restoran haqqında encourages nə idi müəllim? Fikirlərini bölüşməyə cəsarətləndirir, Bəli, sənə bölüşməyini. ruhlandır. Yəni Bu da cəsarətləndirir. səhvdir. Alex cəsarətləndirmir axı. Sofia. Bəli, sən. Dedi Alex never goes to Italian restaurants to have a meal. Alex heç vaxt yeməyə görə İtalyan restoranına getməyib. Bu səhvdir, çünki getmişdi. Ona görə Sofia məşğul yazdı. Bəli, 8-də deyir ki, Sarah studies at the 11th grade. She works hard to pass the university exam which will be held this year. Deyir ki, Sarah 11-ci sinifdə oxuyur. O Çox çalışır. Universitet imtahanından keçinmək üçün. Bəli, o bu il universitet imtahanından uğurla keçmək üçün çox çalışır. Deyir ki, düzgün variantı seçin. A'da deyir Sarah never was a hardworking student. Deyir Sarah heç vaxt zəhmətkeş tələbə olmayıb. Bu səhvdir. B'də deyir Sarah will be an 11th grade student after 3 years. Deyir ki, Sarah 3 ildən sonra 11-ci sinif şagirdi olacaq. Bu da səhvdir. C'də deyir Sarah is always late for her school classes. Deyir ki, Sarah məktəb dərslərinə həmişə gecikir. Bu da səhvdir. D'də deyir Sarah is diligent and wants to pass the exam very much. Deyir Sarah çalışqandır və imtahandan çox keçmək istəyir. Bu düzdür. E variantında deyir the university exam is cancelled and will be held next year. Deyir universitet imtahanı ləğv edilir və gələn il keçiriləcək. Bu da səhvdir müəllim. Düzgün variant D variantı.